Açar. Durağa təzyiq, Əziz şəhidimizin anım günündə yığışanlar. Adnan İcra Hakimiyyətinin başçısı, ağsaqqalımız Cənab Malik İsaqovun adından salamlarımı yetirirəm. Şəhidimizin yaxınlarına, əzizlərinə, ailə üzvlərinə, qardaşlarına dərin düzündən başsağlığı verirəm. Bu günləri buraya yığışmaqdan məqsəd şəhidimiz Səmudov Səidin şəhadətə yüksəlməsində həlak olmasından 31 il keçir. Bu gün də onun 31 il keçməsinə baxmayaraq sanki dəqiqələr keçirmiş kimi hər an, hər dəqiqə onu xatırlayırıq. Bugün bura yığışmağımızda elə bu bariz nümunəsidir. Bugün bura yığışanlar, tədbirə gələnlər, məzarı üstündə, çuvayanlar, onun qarşısında baş yerlərdə onun əzizlərin, yaxınlardır. Bu vardı, Zirdan rayondur, 93-cü 31 avqustunda işğal olunubdur. Elə burada olanlardır, hər biri. Bilmələr, bu bağlanın işğal olunmasını, şəhidlərimizin müqəddəs torpaqlarında necə can verməyini öz gözlərindən görən insanlardır. Sonraki dövrlərdə də bu özünü 2016-cı il aprel döyüşlərində, Gündüz əməliyyatında, 2020-ci il avqust ayında, Tovuz döyüşlərində, sonra 44 günlük vətən müharibəsindən, Sabırlı əməliyyatında, antiterror əməliyyatında özünü bir daha göstərmişdir. Öz qəhrəmanları ilə, igidləri ilə, verdiyi şəhidlərlə. Bugün yığışmaqdan məqsədimiz onları anmaq, Səmudov Səidin və onun kimi silahdaşlarının. Bugün buraya yığışanlar onun döyüş yoldaşları, qardaşları, ailə üzvləri, ana-bacılar. Allah cəm şəhidlərə rəhmət eləsin. Allahdan onun yaxınlarına səbir diləyirəm. Mən çox danışmaq istəmirəm. Burada döyüş yoldaşları var, komandir heyəti var. Onlarla bir səngəri görüşən insanlar var. Elə onların dilindən Səid haqqında, şəhidimiz haqqında, qəhrəmanımız haqqında və onun qəhrəmanlığı haqqında eşitlər dağıtmışdılar. Burada hörmətli Asif müəllim var. Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Ondan eyni gündə şəhid olan Mirzəyev Adil. Bu da Qubadlıdan idi, amma Sumqayıtda yaşanıb, Sumqayıtdan gəlmişdi. Bizim ilk əsərlərimizdən biridir. İndi ölüm tarixlərinə baxıram, şəhid olma tarixlərinə. O
Səid 21 yazılıb, bu 20'si yazılıb. Amma onlar 4 nəfərdirlər. 4'ü də eyni gündə, eyni saatda şəhid oldular. Bu 2 nəfər, o 4 nəfərin biri də Qubadlıdanıdır. Amma biri deyəsən səhv eləmirəmsə Cəbrayıldanıdır. Çoxdan ötən günlərdə yadımdan, xəyalımdan çıxıb. Hər aprel ayının 20'sindən, 18'indən başlayaraq 24'üne qədər deməli hər ilin bu ayı bu Andronik'in qulağının kəsilən günü olduğuna görə onlar çalışırlar ki, mümkün qədər bizdən çox adam şəhid eləsinlər, öldürsünlər. Ona görə də bir həftə gözümüzü açmağa imkan vermirdilər. O vaxtda bilirsiniz, belə bir zad vardı ki, mümkün qədər siz müdafiə olunun, ateş açmayın, hücuma keçməyin. Yaxşı yadımdadır, təxminən günorta saat 12-1 radələri idi. Bilmirəm, bax bu Mirzəyev Adil məzuniyyətə getməli idi. Səid, o bir də o 2 nəfər, onların adı yadımdan çıxıb. Bunlar 4'ü də bir akopdaydılar. Bunu burada olanların, döyüşdə olanların hamısı yaxşı bilir ki, ermənilər minamyotdan çox dəqiq istifadə edirdilər və minamyotu demək olar ki, akopun içinə salırdılar. 2 dənə minamyot atıldı və o minamyotların biri gəldi bunların ortasına düşdü. Tən ortalarına. Yadımdadır. Səidin gür qıvrım təhər belə saçları vardı. Hatırlayıram. Müxtəlif dərəcədə deməli olan 4'ü eyni saatda, eyni vaxtda şəhid oldular. Yəni oradan o akofdan sağ çıxan olmadı. Gedəndən bir saat yarım sonra xəbər gəldi ki, şəhid olublar. Səid haqqında mən çox şey deyə bilərəm. Vətənpərvərliyinə görə həmişə mən Səidi çox istəyirdim. Həddindən çox təvəzzükar uşağı idi. Hara desəydin, ora gedirdi. O getdiyi yerdə də o işi yarıdıb qayıdıb gəlirdi. Həmin günü səhər saat 6'dan biz ermənilər hücuma keçdi. Biz müdafiədə dayandıq. Günortaya qədər. Günorta belə bu xəbər gəldi ki, belə bir mən biraz ön tərəfdəydim. Bizim qərargah rəisi vardı, İlham elə indi də durur. O çağırdı ki, gəl yenə belə. Gəldim, gördüm ki, onlar 4'ü də biri məzuniyyətə getməyə hazırlaşırdı, biri məzuniyyətdən gəlmişdi. Amma Səid yox, Səid deyəsən səhv eləmirəmsə o elə biraz qabaq gəlmişdi. Biraz qabaq gəlmişdi. Hə, getmişdi, biraz qabaq gəlmişdi. Oğul kimi döyüşdü. Oğul kimi də şəhid oldu. Yəni bugün onun yaxınları, qohumları, dostları nə qədər başa düşürəm ki, kədərli olsa da başlarını dik tutsunlar. Onun indi valideynlərindən sağ olanı, qalanı, bacısı, qardaşı varsa, yəni siz başınızı dik tutun. Sizin qardaşınız, oğlunuz, sonra dostunuz necə lazımdır? Vətən uğrunda döyüşdü və şəhid oldu. Allah rəhmət eləsin. Qurumda ictimai nümayəndələri, hər birinizi bu müqəddəs məkanda salamlayıram. Xoş gördük sizi. Biz bu gün də qəhrəman oğullarımızdan birinin anım gününü qurbaşmışıq. Səid Səmədov 1968-ci ildə anadan olub. O ilk təhsil illərini Rəmsər məktəbində
10-cu sinifi isə Dondablı məktəbində oxuyub, qutarıb 86-cı ildə. Mən ona 2 il dərs demişəm. Bəli, o komandirləri dediyi kimi çox vətənpərvər, vətəni sevən, xalqını sevən, çox sakit bir oğlan idi. Orta məktəb qutarandan sonra o əskərliyə getdi, 2 il əskərlikdə oldu, Sovet ordusularında xidmət elədi, 88-ci ildə qayıtdı, gəldi və həmin illər hamımızın şahidsiniz, çox Azərbaycan üçün çox keşli bir illər idi, yaşayırdıq. Qarabağ erməniləri, separatçılar, onlara arxa duran digər ölkələrin nümayəndələri Azərbaycanda ixtişaşları yaratmışdılar, artıq müharibə başlayırdı. O ilk gələn günlərdən ilk əvvəl o hələ mənim xatirimdədir, kəndimizdə, rayonda yaranan ilk dəstələrdə, könüllü dəstələrdə iştirak edirdi, çox dedi və hər dəfə verilən tapşırıqları yerinə yetirirdi, ucqar kəndlərə gedirdi, orada növbədə dururdu. Sonradan isə ordu sıralarına getdi və Nizami orduda xidmət elədi, burada onun komandirləri Asim əlində dedi, o layiqincə xidmət etdi və öz canını torpaq yolunda, xalqımız yolunda verdi. Allah şəhidlərimizə rəhmət eləsin, Allah səhiyyə rəhmət eləsin, o dünyasını versin, qohumlarına bir daha biz başsağlığı verdik. Və onu da demək istəyirəm ki, onlar heç vaxt yaddan çıxmayacaq. Elə biz bir ay bundan qabaq şəhidimizin doğum gününə toplaşmışdıq. Dünən sinif yoldaşları burada olublar. Güllərin çox hissəsini onlar gətirdilər, qoydular burada. Dünən onlar burada olanda belə bir hadisə də baş verdi. Burada həm hərbi paltarda və digər paltarda olan qazilərimiz var idi. Onlar başqa rayonun nümayəndələri idi. Onlar da buraya yaxınlaşdılar. Və onlar sinif yoldaşlarına dedilər ki, nə yaxşı ki, siz yaddan çıxartmırsınız, gəlirsiniz. Biz də indi o qazilərin nisbətində biz öz qazilərimizə, öz döyüşçülərimizə, sizə öz minnətdarlığımızı bildiririk. Siz həmişə buradasınız, şəhidlərimizi buraxmırsınız. Allah sizə də can sağlığı versin, bir daha şəhidlərimizə rəhmət etsin. Amin. O dövrdə bilirsiniz, 91-94-cü illərdə yaşdan böyüklər, o dövrü müharibəni görənlər, hərbçilərlə bərabər polislər də öz xidməti vəzifələrini yerinə yetirdilər. Sərhəd kəndlərində hərbçilərlə bərabər çiyin-çiyinə döyüşürdülər. Aramızda Azərbaycan bayrağı ordenli Balakişi Hüseynovun qardaşı Hüseyn müəllim buradadır, həm kəndisi. O da uzun illər hüquq mühafizə orqanlarında xidmət edibdir. İlk daşı götürüb başqasına atan Adəmin övladları ilk daşı atıb gəlib, o daş hələ yerə düşür. Daş oxa çevrilir, ox tüfəngə çevrilir, tüfəng topa çevrilir, indi nüvə silahlarıdır. Yəni ki, Allah bütün şəhidlərimizə rəhmət versin. Burada qeyd olundu, onlar elə bir azadlıq bizə bəxş elədilər ki, biz başımızı diş tutub gəzməyə layiq olduq. Biz ona layiq deyilik. Biz görmüşük də, bu da Allah hamısı görmüş. Mən sözümü İmadət müəllimin tez-tez rastıma çıxan bir kəndin uşaqları şeiri var. Orada o qədər bu kəndin uşaqlarının o tərbiyəliyin, kəndin tərbiyəliyin elə gözəl göstərib ki, çox sağ ol deyirəm. Bilirsiniz, bu bir duyğudur. Deyir ki, su səhənci sudasın. Burada çox qeyd olunur ki, Qulaqlıdan ən çox hərbiyə yazılanlar Gəmirçilərdən, Xanlıqdan, bir neçə kənddə gəzyandan, yəni ki, şəhid olanlar da bunlardan gedir. Və o su səhənci sudasın. Səhənc niyə sudasın? Çünki suya gedir, gəlir. Yolda da sınmalıydı. Biz bu şəhidləri itirməmişik. Həmişə ürəyimizdədir. Hər biri. Mən inanın ki, həmişə o statuslara rast gələndə şəhidlər haqqında bir kəlmə yazıram. Allah bütün şəhidlərimizə rəhmət etsin. Çünki onların hamısı qəhrəmandır. Hətta mən Qubadda deyirdim ki, yaşayanlar qəhrəmandır. Yaşayanlar qəhrəmandır. Hər o rayonun özündə də, kəndində də, Cavidə harda yaralanır? Qəzəl, kəndin kəfşənindir. Düşünsün, bu hər kəsin başına gəlir. Sadəcə olaraq burada hərbiçilər var, bir ifadə elədiniz,
polislərlə döyüşçülər, hərbiçilər o vaxt özünü müdafiə batalyonuna yaranana qədər polislər idi. Bir dəqiqləşmə istəyirəm. Biz onlara bəzi postları təhvil verdik. Polislər, hərbiçilərə. Bilirsiniz, o vaxt hərbi, o türklər deyir, eğitim yox idi. Savad yox idi. Çor-çorana idi. Amma ürək var idi. İndi bugünkü bizim dövrümüzdə ürək də var, savad da var. Hamısı cəmləşib bir yerdə və böyük bir yumruq əldə var. Ona görə də mən yenə deyirəm ki, biz çox danışmaq indi vaxt aparar. Amma heç kim arxayın olmasın ki, biz daha şəhid verməyəcək. Nə qədər ki, erməni kimi mənfur düşmənimiz var. Dünən bir şey oxumuşam, yarım saat qulaq asmışam. Erməni bir general Hakan Fidandan kitab yazır. Hakan Fidan hamımız bilirsiniz kimi. Kitab yazıb, onun şücaətlərinə. Gör bunların məqsədinə, axtarışına, haralara gedirlər. Hardan, nəyin cavabını necə vermək üçün çox çalışırlar. Məsələn, Allah eləsin olmasın. Ancaq biz həmişə ən aşağı körpəmizdən də ən böyüyümüzə qədər həmişə tərbiyəmizdə unutqanlıq olmamalıyıq. Yada salmalıyıq. Övladlarımıza, nəvələrimizə, nəticələrimizə başa salmayıq ki, bizim kimdir qonşumuz. Mən erməni dilim vaxtıyla çox gözəl bilirdim. Erməni ilə danışanda o bilmirdi, mən Azərbaycanlı. Onlar öz dillərində danışdıqların öldürəsən, başın kəsəsən, başqa dildə ifadə eləməzdir. Ona görə də Allah hamımıza kömək olsun. Şəhidlərimizi unutmuruq, bu bizim borcumuzdur. Eyni adamlara bu xas olmasın. İmadə bunlar. Bizim o təşkilatda da demək lazımdır. 3 nəfərdən, 5 nəfərdən bizim haqqımız yoxdur belə şəhidlərimizi ziyarət etmək. Mən düzdür, razıyam. Bu günlərim Dəmirçək kəndi bunu eləməlidir. Hərbiçilər gəlirlər, Allah köməklər olsun. Onun haqqı, mən şəhid haqqında niyə danışa bilmirəm? Çünki mən hamı bilir, rayondan, kənddən tez çıxmışam, uzun illər olmamışam. Onların çoxunu heç tanımamışam. Çünki amma o hərbiçi danışdığı qardaşımız. Məsələn, həmişə hərbiçinin haqqında, döyüş yoldaşı haqqında döyüş yoldaşları danışır. Onların danışmağı daha realdır. Onlar görürlər, hər şeyi görüblər. Ərşad Mirzəyevin oğlu milli qəhrəman Kərəmdən soruşsalar mənim qucağımda rəhmətə gedir. Mən ondan danışaram. Ancaq şəhid haqqında bilmir. Onu siz bilirsiniz. Ona görə də Allah köməyiniz olsun. Siz ki unutmursunuz, biz kəndimizin adından da, qohumlar adından da, özümüzün adından da hamınıza minnətdarım. Gələn ayaqlarınız var olsun, həmişə dediyim kimi də hamınızın qapısında xeyir olsun, iştirak edin. Sağ olun. Çox minnətdarım. Şəhidimizin ağsaqqalı burada iştirak edir tədbirdə. Adı nə idi? Tapdıq müəllim. Tapdıq müəllim. Zəhmət olsun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Əlillərimizə, Qarabağ müharibəsi iştirakçılarına can sağlığı versin. Nə deyim, bütün şəhidlərə və sizi burada iştirak edənlərin hamısına minnətdarlığımı bildirirəm və onların dünyadan köçənlərinə rəhmət deyirəm. Allah səbir versin bütün şəhid ailələrinə, bütün Azərbaycan xalqına. Nəhayət ki, heç bunların qanları yerdə qalmadı. Torpağımız geri qayıtdı, gözümüzün oldu. Ona görə də fəxr edirik ki, belə mənim 2 qardaşım oğlu burada yatır. Biri Səiddi Səmədov, biri də 5 qəbir, o tərəfdə İslah Səmədovdur. Sonra qohumlarım var, Balaçı, Söyünov, Mətləb Sədiyev, Allah hamısına rəhmət etsin. İkisi də Bakıdadır, Nadirdir, Zavurdur. Allah cəmi şəhidlərə rəhmət eləsin, Allah sizi də var eləsin. Heç vaxt şəhidlərimizi yaddan çıxarmayaq. Sağ olun, Allah sizdən razı olsun. Siz? İlham Əliyev cənablarının rəhbərliyi ilə şəhidlərimizin şücaəti ilə Azərbaycan torpaqları azad oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məsələ burasındadır ki, biz nə qədər danışsaqsa, şəhidlərin dəyərini, qiymətini verə bilmərik. Şəhidlərin qiymətini Allah, əzəmətli Allah, qüdrətli Allah verir. Siz onlara ölü deməyin. Onlar Rəbbiləri yanında, ruzilərində. Ən böyük dəyər budur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Buradakı yatan şəhid qardaşlarımızın çoxsu ilə çiyin-çiyinə vuruşmuşuq.
Azərbaycanın milli qəhrəmanı Əli Əliyevin rəhbərliyi altında burada sayısı hesabı bilinmeyen şəhidlər var. Hamısı da dəyərlidir, hər birisi də qəhrəmandır. Mən şəxsən məsələn Səid Səmədovun döyüşlərini görmüşəm. Yadımdadır, bir dəfə qardaşları ilə yemək pişirmişdi ki, günorta yeyək. Qapıdan daxil oldu, ətdən birini götürdü ki, mən gedirəm. Dedi, əyləş yeməyini ye. Dedi, yox, mənə tapşırılan əskərlər təkdilər, öz başınadırlar, tək qalmasınlar. Mən onların üstündə olmayım. O oturub bir tikə çörək yeyə bilmədi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Çox sağ ol. Mən bu uşaqları ortalıqda dəstəyir. Mənim 7 şagirdim, bir də sinif yoldaşım. Qədələk belə. Demək, rəhmətə gedib. Seyir olur, sonra, onlardan sonra mən sinifə girib dəstəyə bildim. Elə bir ki, çarlı gəlib girib gözümün qabağında qoyuldular. Mənə soruşdular ki, nəyin naminə o vaxtında belə. Siz bizi büyüdüb, nəyəsə qurban elədiniz. Hələ indiki hadisələr baş verməmişdir və bu vətən müharibəsi. Onda Sumqayıtın bir şairi vardı, Yazıçılar Birliyinin sədri. Onun bir şeiri var idi. Bax, həmin dövrdə yazmışdı. Bunlar döyüşən əsrdir, 1-ci Qarabağ müharibəsində. Deyirdi ki, başını bunu qaldı. Duman ötdü saçından. O dövr üçün yazıb, bax. Başını bunu daldı, duman ötdü saçından. Keçsən, torpağın yansın, müxənnətin susundan. Bir arya, bir yerə, gəlməməyin ucundan. Min bəlalı oyuna oda qatdılar səni. Vətən satdılar səni. Kim səni özü bildi sinəsində can kimi. Torpağına sərildi arzusu alqan kimi. Taladılar, çapdılar yiyəsiz bostan kimi. Qanı buzdan soyuqlar, nitqi oddular səni. Vətən satdılar səni. Bir millətin gözündə namus, qeyrət, arıldı. Bu günün, o gününü görməyib, kim öldüsə şad öldü. Olanlar, ölənlər uğrunda çarpışdı, azad öldü. Qalanlar köləlikdən ucuz tutdular səni. Vətən satdılar səni. Bax, bizim burada yatan hər bir şahidimiz, hər bir şəhidimiz onu təsvir elədiyi sadə bir oğlan idi. Onların özləri, yerləri beşli olsun. Hamısı qəhrəman idilər. Qəbirlərin olan olsun. Bugün Səidə görə gəlmişdik. Səid haqqında mən bir kəlmə söz deyim. Allah bırakır, bu cərgədə yatanların hamısı bizim doğmalarımız. Səidə mən 9 sınıfda dərs demişimdə. Bir xatirə danışım, olmuş xatirəmizdə belə. Səid dərsini bilməyəndə də mənim əlim gəlmirdi ona nəysə də belə. Ümumiyyətlə, mən 2 yazmamışam. Bax, bütün şagirdləri buradadır, mənim dərs dediyim uşaqlar. O qiyməti mən elə bilirdim ki, mən 2 yazsam o içini özümə yazıram. Yəni, mən onlara heç də öyrətməmişim. Belə bir anlayışım vardı mənim müəllimlik haqqında. Amma Səidin gözü o qədər tərtəmiz idi ki, bax, gözündə elə bir seyir var idi. Baxan kimi özümdən asılı deyildi. Bir də gördüm ki, mən ona 4 yazmışım. Mərifətinə yazırdım, qalacağına yazırdım. Ondan sonra qabiliyyətinə yazırdım, xarakterinə görə. Səid rəhmətə gedən gün onun nəşini Primorskiyə gətirmişdilər. Dəfn eləyib geri qayıdandan sonra Primorskidə 1-ci şəhid idi. Sahil qəsəbəsində 1-ci şəhid idi ki, onu dəfn eləyib geri qayıdırdı. Dəfn eləyib qayıdandan sonra bizim Allah ona da rəhmət eləsin. Veysel dayının oğlu Ehtibar. Gəldi, yaxınlaşdı mənə. Dedi ki, müəllim, Səid döyüşə gedəndə elə bir nəysə ürəyinə danmışdı ki, o şəhid olacaq. O özünün həm
pasportunu, həm də vayni biletini mənə verdi ki, etibar, sən bunu özündə saxla. Əgər mənim başıma bir iş gəlsə, məni Balaşın yanında dəfn edərsiniz. Biz artıq orada, hamı da orada bütün icraat, hamısı belə böyük təntəli ilə aparıb bunu dəfn edib gəlmişdi. Allah rəhmət eləsin Əmir dayı. Əmir dayı yaxınlıqlı idi. Sonra böyük qardaşı da, Səyidin böyük qardaşı da yaxındı idi. Mənə yaxın idilər. Söhbət eləyirdi, qayıdıb gələndən sonra. Birdən gözüm nəsə Əmir dayıya sataşdı. Əmir dayı bilirsiniz, niyə çox istəyirdi? Bütün kəndin uşaqları Əmir dayını çox istəyirdi. Nəyə görə? O kəndimizdə kinomexanik işləyəndə bütün uşaqlara pulsuz kinoya buraxırdı. Biz yaşlı uşaqlardı, onda balaca idi. Hamının gərəyinə gəlirdi, təmənnasız işığını düzəldirdi. Belə də köməyinə əsirgəmirdi. Gürzət bacı, Allah rəhmət eləsin. Hafiz dayıyla dədəmin çox yoldaşlıq olmuşdu. Hikmətin də, Əmir dayının da, Gürzət bacının da belə. Toy inişinin gözünün qabağındadır. Kəndin deyərəm ki, ən çox ürəyin istədiyi qadınlarından, qızlarından biriydi Gürzət bacı. Bəlkə də o Səyidin xarakteri, o ali cənablığı, sadəliyi, səmmiliyi ona valideynlərdən keçmişdi. Nəysə, belə pasport əlimdə belə qalanda, sonra yaxınlaşdı. Mən belə əlimlə çağırdım, yaxınlaşdılar. Mən deyə bilmədim, amma ehtibar onun son vəsiyyətini atası ilə qardaşına deyildi. Dedi ki, bəs belə, Səyid belə bir bizə döyüşə gedəndə mənə belə bir şey eləyib. Vəsiyyət eləyib. Vəsiyyət yox, ümumiyyətlə də mənə belə bir söz tapşırdı. Sonradan bunu onun anası Gürzət bacı eşidib. Deyir ki, mənim oğlumun vəsiyyətini yerinə yetirir. Son sözünü nə deyibsə ona əməl edir. 2 gün o Sahil qəsəbəsində torpağa tapşırdı. 3-cü günü Allah Yadigar müəllimə rəhmət eləsin, onun da yeri beşdirsin. Yadigar müəllimlərin müəllimi olub, nümunəvi müəllimlərindən olub. Yadigar müəllimə soruşdum ki, gedəcəyik, dedi ki, yox. O 3 mərasimi, 3-7 mərasimi burada ki, dedim, nəyə görə ki, bəs burada sahib? Dedi ki, bəs Gürzət bacı belə bir şey deyib, ondan sonra onu gətirib burada dəfn ediblər. Onu öz arzusuna çatdırıblar da belə. Nəysə, sözümün canı nədir? Allah hamısına rəhmət eləsin. Bu günümüzə şükür eləyək. Bu günümüzə. Bax, o qəhrəman şəhidlərimizin hamısına, belə güllü çiçəkli qoyubları. Bunlardan sonra o vətən müharibəsi dediyimiz bir anlayış var. Tarixdə ikinci qəhrəmanlıq salnaməsini bizim eradan əvvəl 300 Spartalılar eləmişdilər. Demək, 300 Spartalı 3000 Darğanın ordusuna qarşı vuruşmuşdu. Bir də Yaşmanı xüsusi təyinatları deyilən Cəngavər oğullarımız var. Yalın əlini, dişləri ilə, dırnaqları ilə. Bax, Azərbaycan xalqı, Azərbaycan dövləti indi yer üzündə alnı açıq gəzən, hamının hörmət qoyduğu, demək, 200-dən çox dövlət var da yer üzündə. Amma onlarla barmağına sayılı, ayaq barmağına sayılı xalqlar arasında qəhrəmanlığına görə, xarakterinə görə və belə bir hadisənin şahidliyi biz olmuşuq, iştirakçı olmuşuq. Yaşasın bizim Ali Baş Komandanımız, onun klaskar əsgərləri, yaşasın ona layiq olan cəngavər generallarımız, o cümlədən də Mahis Bərxudarovumuz. Mahis Bərxudarovumuz. Döyüş oğul, döyüş əskər, döyüş qalib olanacaq. Mübariz ol sona qədər, mübariz ol sona qədər, qisasını alanacaq. Mübariz ol sona qədər,
mübariz ol, sona kadar kısasını alanacak. Adımını inamla at, hara gitsen öz elindi. Şuşa senin, Laçın senin, Şuşa senin, Laçın senin, öz torpağın, öz evindi. Şuşa senin, Laçın senin, Şuşa senin, Laçın senin, öz torpağın, öz evindi. Vətən oğlu, oğlu ər, azad elə torpağını. Haqqımızdır böyük zəfər, haqqımızdır böyük zəfər, qaldır zəfər bayrağını. Haqqımızdır böyük zəfər, haqqımızdır böyük zəfər, qaldır zəfər bayrağını. Haqqımızdır böyük zəfər, haqqımızdır böyük zəfər, qaldır zəfər bayrağını. Haqqımızdır böyük zəfər, haqqımızdır böyük zəfər, qaldır zəfər bayrağını. Qaldır zəfər bayrağını.